Əziz müəllimlər və abituriyentlər, bu gün müəllimlərin dərslərində istifadə etdiyi Kahoot tətbiqinin işləmə prinsipinə baxacağıq. Kahoot tətbiqini başlatdıqda qarşımıza belə bir menyu çıxır. Menyuda irəli, türkcə isə iləri düyməsini klikləyirik. Bizə müəllim, professional, tələbə və ya şəxsi hesab olduğunu soruşur. Biz öğrenci olaraq burada seçim aparırıq. Yaşımızı qeyd edirik. Mənim dərslərimdə olan kahootlara qoşulmaq üçün burada olan kvadrat içərisində qırmızı, mavi, sarı və yaşıl olan katıl butonuna klikləməlisiniz. Mərkəzdə olan katıl butonuna klikləyirik və mənim sizə göndərdiyim pini bura yazırıq. Pinimiz bəzən 6, bəzən 7, bəzən də 8 xanalı ola bilər. Pinimiz 07 00 874. Qeyd edim ki, bu pin hər bir kahoota uyğun olaraq dəyişir. Burada girdiyimiz pin sadəcə bir nümunədir. Girə toxunuruq burada və kahootumuz başlayır. Adınızı qeyd edirsiniz. Düzgün qeyd edəsiniz. Göndər hissəsinə toxunursunuz və tamam başla. Suallarımız qarşıya çıxır. Hər bir sualın müəyyən bir zamanı var. Burada da 4 variant var. Sual yuxarıda, şərt və 4 variantdan uyğun olan doğru variantı seçmək lazımdır. Doğru variantı yazdığımız halda bizə müəyyən bir xal yazılır hesabımıza və digər abituriyentlərlə də yarışaraq öz biliyimizi ortaya qoya bilirik. Sonda bizim qarşımıza belə bir pəncərə çıxır. Burada yanlış yazdığımız sualları yenidən görüntüləmə və baxma funksiyası var. Bunun sayəsində yazdığınız yanlış sualları və boş buraxdığınız suallarla ardından baxıb yenidən üzərində düşünə bilərsiniz. Verilmiş cavablar və xallar kahootu quran müəllimin sisteminə avtomatik olaraq yüklənəcək. Ümid edirəm ki, heç bir sualınız qalmadı. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.